Deyirlər ki, əgər hədislər səhihdirsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin Mədinədə 10 ildə verdiyi bu qədər xutbə haradadır? Nə üçün hədislərdə yoxdur? Tamam. Yəni belə məntiqlə yanaşsaq bu insanların məntiqi ilə, onda əksinə bu onu sübut edir ki, hədislər səhihdir. Çünki onu əgər belə rahat uydurmaq olsaydı, necə olardılar bu uydurmuş şeyləri də uydurardılar. O qədər hədislər deyərlər ki, filan xutbə. Onlar yoxdur deyənə, onu göstərir ki, ancaq səhih şeylər gəlib bizə çatır. Düz demirəm? Yəni o məntiqlidir. Ancaq səhih şeylər çatıb. Yəni çünki başa düşmək lazımdır ki, o ravi hədisi rivayət eləyən, xüsusən etibarlı ravilərdən gedir söhbət və etibarlı kitablardan gedir. Onlar həmişə ehtiyat eləyərdilər. Ehtiyat eləyərdilər bir hədis deyəndə. Onu görürsən ki, bir hədis deyəndə hərdən eyni sözdür, hətta eyni mənadır. Lakin gətir ikisində. Ona görə bir xutbəni nəql eləmək üçün gərək arxayın olasan onu nəql eləməyə. Ona görə gəlib çatmayıb ki, ehtiyat eləyirdilər. Xutbəni də nəql eləmək olubsun çətin olub. Bu bir.